Ona ve vanna otağına çinmeye girerken Peygamberimizin buyruqlarından istifade edin. Siz o zikirler okuduğunda şeytanlar ve cinler sizi görmürlər. Ve bu 100% belədir. Biz bunu praktikamızdan öğrenmişik. Bunu məşhur tövbədən 17 il sehir, cadu ilə, falçı ilə məşhur olan insan danışır. Cinin insana göz deyə bilər. Bu çox vaxt insan hamam otağında tam soyunarkən baş verir. Eğer zikirlər oxuyarsa onlar səni görmür. Əksəriyyət kişilərdə və qadınlarda sonsuzluqla bağlı problemlər cinlərin göz dəyməsi nəticəsində baş verir. Yəni insanların qorxduqları onkoloji xəstəliklər də göz dəyməkdən də ola bilər. Ona görə də Allah Resulü nə deyir? Nəzər göz dəymə insanı qəbrə, dəvəni qazana salar deyir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Ayaq yoluna girərkən, çıxarkən edilən duanı mütləq edin. Bismillah deyirsən, bax girməmişdən əvvəl. Yəni qapının önündə ayağını qoyarkən deyir, qapıdan əvvəl, hələ girmə. Bismillah. Allahumma inni a'udhu bika minel xubthi vel xabaith. Allahın adıyla Allahım pislikdən və pis əməllərdən, yəni erkək və dişi cinlərdən sənə sığınıram. Çıxarkən nə deyirsən?Ğufranek. Allahım məni bağışla. Yəni girməmişdən əvvəl kim bu zikr edərsə, hamamda və ya tualetdə, ayaq yolunda cinlər, şeytanlar sizi görməyəcəklər və sizə zərər verə bilməyəcəklər. Yəni çöl tərəfdən divara yapışdıra bilərsiniz, bəli. Gözəl bir şeydir bu.